Salam əziz abituriyentlər. Bugün belə bir sınağın izahına baxaq. Deməli, birinci sualda bizdən tələb olunur ki, tərəfkeşlik sözünün yazışı ilə tələffüzü arasında iki fərqli məqam var. Tələffüz edirik, tərəfkeşdik. Biz bilirik ki, karkeş tələffüzdə fərq yaratmır. Deməli, iki fərqli məqam olduğuna görə bu doğru fikirdir. Doğru fikrin qarşısına doğru fikir uyğun fikirdir. Amma biz doğru deyili tapmalıyıq. Pambıq, təmiz, deyən sözündə saitlər yazıldığı kimi tələffüz olunur, səhvdir. Çünki biz ə saitini i saiti kimi tələffüz elədik, səhvdir. Qarşısındakı cavabda səhvdir yazıb. Daimilik sözündə ancaq cingli samitlər iştirak etmişdir deyirsə, bu yanlışdır. Çünki sözün sonu k ilə bitdiyi üçün tələffüzdə x süştrix deyə tələffüz olunacaq. Ancaq cingli samit yoxdur. Sonuncu samit kar tələffüz olunur. Bu səhvdir. Düzdür yazdığı üçün uyğun variant deyil. D variantına baxırıq. Buxarlamaq sözündə eyni səslər müxtəlif hərflərlə ifadə olunur. Bəli, burada eyni səs erdir. Er və el hərflərinin ifadə olunub. Eyni səs mmdir. N və m hərflərinin ifadə olunub. Fikir doğru, qarşısındakı cavab da doğru yazıb. Məharətli sözünün yazışı ilə tələffüzü fərqlənmir. El samitini biz D kimi tələffüz elədik. Səhvdir. Səhvdir cavabı yazıldığı üçün uyğun variantdır. Deməli, biz götürəcəyik C variantını. Çünki C variantında ancaq cingli samitlər iştirak etmişdir, səhvdir. Qarşısına da düzdür yazdığı üçün düzdür yazdığına görə bu cavab səhv olacaq. Variantımız oldu C variantı. İkinci testə diqqət edirik. İkinci testə bizdən istəyir ki, hansı cümlələrdə əvəzlikdən sonra mütləq vergül qoyulmalıdır. Yəni, vergül qoyula da bilər, qoyulmaya da bilər variantını götürməyəcəyik. Mütləq vergül qoyulmalıdır variantını götürürük. O gün səhərəcən baharın ilıq nəfəsini udmaqdan doymadı. Doymadı. Nə zaman? O gün. Burada vergül olmayacaq. O çox layihəyə baxmış, amma hələ heç birini bəyənməmişdir. Burada baxırıq ki, çox saydır nitq hissəsi olaraq. O isim əvəzliyi və özündən sonra vergül mütləqdir. O ağacların yanından keçəndə həmişə babasını xatırlayırdı. Burada biz onun yerinə isim qoya bilərik. Deyə bilərik ki, Yusif ağacların yanından keçəndə həmişə babasını xatırlayırdı. Bu şəkildə dedikdə vergül istifadə eləyəcəyik. Amma ağaclar bir neçədir. Məsələn, şam, küknar, vələs, bu şəkildə ağaclar var. Məhz şam ağacının altından keçəndə həmişə babasını xatırlayırdı. Yəni, o ağacın, hansı ağacın? Yəni, biz üçüncünü iki cür düşünə bilərik. Həm şəxs əvəzliyi kimi düşünə bilərik, həm işarə əvəzliyi kimi düşünə bilərik. Yəni, burada vergül qoyulması mütləq deyil. Dördüncüyə baxırıq, o əlbəttə sırğasının tapdığına görə hədsiz sevincli idi. Əlbəttə modal sözdür. Biz bilirik ki, şəxs əvəzindən sonra modal söz gəldikdə vergül qoyulur. Vergül, modal sözün vergülüdür ki, həm sağında, həm solunda istifadə olunur. Nəticədə 4-də və 2-də vergülün qoyulması vacibdir. Bu səbəbdən variantımız olacaq B variantı. Üçüncü testə baxırıq. Cümlələrin birində təsirli halda olan isim işlənməmişdir. A variantına baxırıq. Qərara gəldim ki, uşağın xətrinə dəyəcək sözü deməyim. Qeyri-müəyyən təsirli halda. C variantına baxaq. Arif yerdən pulu tapıb kimin olduğunu araşdırmaya başladı. Qeyri-müəyyən təsirli hal. Burada dayanıb avtobusu gözləməkdənsə taksiyə otur get. Yenə qeyri-müəyyən təsirli hal. Əgər özünə problemi axtarmırsansa, onun işlərinə qarışma. Yenə qeyri-müəyyən təsirli hal. Biz bilirik ki, təsirli hal həmişə məhz təsirli feillərlə işlənir. İndi B variantına baxırıq. Ürkək baxışlarda, dodaqlardakı ifadələrdə sir gizlənirdi. Gizlənirdi. Nə sir? Sir burada adı halda olan isimdir. Baxışlar yerlik halda olan isimdir. İfadələrdə yerlik halda olan isimdir. Yəni, nəticədə təsir halda olan isim olmadığına görə variant B. Dördüncü testin şərtinə diqqətli oluruq. Bizdən soruşur ki, hansı cümlədə
ismə aid bütün qrammatik şəkilçilər qəbul etmiş isim işlərim. Deməli, biz ismə məxsus olan qrammatik şəkilçiləri məhz ismin üstündə görməliyik. İsmə məxsus olan qrammatik şəkilçilər də cəm, hal, mənsubiyyət və şəxs xəbərliyi şəkilçiləridir. Burada A variantına baxırıq. Mən gecəsini gündüzünə qatıb çətinliyi dəf edən zəhmətkeşlərinizdənəm. Burada zəhmətkeş. Lar cəmli, ınız mənsubiyyət, dan çıxışlı və şəxs olunluğu. Düzdür. Bu variantın üstündə, yəni bu sözün üstündə cəm, mənsubiyyət, hal, şəxs xəbərliyi var. Amma zəhmətkeş nitq hissəsi olaraq nədir? Sifət. Bu səbəbdən də A-nı götürmürük. Müraciət Azərbaycanın sərhədlərindən kənarda təhsil alan tələbələrdəndir. Tələbə isimdir, üzərində cəm, hal, şəxs xəbərliyi var. Mənsubiyyət yox deyə götürmədik. C variantında siz elə qəhrəmanlarımızdansınız ki, daim xalqın qəlbində yaşayacaqsınız. Burada sözün üzərində lar cəm, ımız mənsubiyyət, dan çıxışı və sınış şəxs olunluğu var. Qəhrəman da nitq hissəsi olaraq sifətdir deyə götürməyəcək. Çünki şərtdən bizdə isim istəyir. O da hərbi anda sadiq qalan nümunəvi xidmət edən əskərlərimizdəndir. Əskər nitq hissəsi olaraq isimdir. Üzərində cəm, mənsubiyyət, hal, şəxs xəbərlik görürük. Demək variantımız D variantıdır. Y variantına baxırıq. Asif bu an haradasa yaxınlarımızdadır, amma biz onu görə bilmirik. Burada da yaxınlarımızdadır sözün üzərində cəm, mənsubiyyət, hal, şəxs xəbərliyi var. Amma yaxın nitq hissəsi kimi zərf olduğuna görə götürə bilmirik. Bu səbəbdən variantımız olacaq D variantı. 5-ci testə baxırıq. Yanlış fikirlər istəyir. Həmin dağın başında bir dağ keçisi göründü və sürətlə dağın arxasına tullandı. Ay mavi göyün dərinliyində üzür, onun ətrafında tək-tük ulduzlar parlayır. Birinci cümlədə feildən yaranan düzəltmə feillər işlənmişdir. Görməkdən görünmək, tulladan tulla. Tulladan tullan. Deməli, bir doğrudur. Hər iki cümlədə təsdiqdə və üçün şəxsin təkində olan feillər işlənmişdir. O göründü, o tullandı, o üzür, o parlayır. Bu da doğrudur. İkinci cümlədə işlənən feillər xəbər şəklində indiki zamandadır. Üstəgəl ır, parla, üstəgəl ır. Demək, indiki zaman şəkilçisi olduğu üçün xəbər şəklindən doğrudur. Hər iki cümlədə qayıdış növdə olan feillər işlənmişdir. Bu fikir yanlışdır. Niyə yanlışdır? Çünki birincidə görünmək qayıdış növdədir. Birincidə görünmək qayıdış növdədir və insan özünü məsələn, önən tollaya bildiyi üçün bu da qayıdış növdədir. Dağ keçisi özünü tollaya bildiyi üçün qayıdış növdədir. Amma ikinci cümlədə üzür və parlayır məlum növdə olan feillərdir. Bu səbəbdən 4 yanlışdır. Birinci cümlədə olan feillərdə idi köməkçi sözü var. Bu da yanlışdır. Niyə yanlışdır? Çünki biz bilirik ki, feil və başlanğıc formasının üzərinə d əlavə eləyəndə şöhrətli keçmiş zamandır. Feil başlanğıc formasının üzərinə d əlavə eləyəndə bu da şöhrətli keçmiş zamandır. Hər hansı bir şəkilçisindən sonra gəlməli ki, biz ona idi deyə bilək. 5 də səhvdir. Deməli, variant D 4 5. 6-ya baxırıq. Hansı cümlələrdə işlənmiş qayıdış növdə olan feil başqa cümlədə məhsul növdə də işlənə bilər? 1-ə baxırıq. Pərdələr kənara çəkildi, evə günəşin şüaları daxil olmağa başladı. Burada pərdələr kənara çəkildi, özü məhsul növdür. Evə günəşin şüaları daxil olmağa başladı, bu da məlum növdür. Yəni, biri seçmirik, çünki burada ümumiyyətlə qayıdış növdə olan feil yoxdur. Camaat yığılıb sizi gözləyir. Camaat özünə yığıla bilir. Bu səbəbdən də olacaq qayıdış növ. Digər cümlədə işlədə bilərik ki, məsələn, məhsul yığılıb ambara təhvil veriləcək. Demək, 2-ni götürürük. Ayrılmağımızın üstündən 5 dəqiqə keçməmişdi ki, zəng etdi. Ayrılmağımızın üstündən ayrılmaq burada məlum növdədir. Zəng etmək məlum növdədir. Bu səbəbdən 3-ü də götürmürük. O qədər çox yorulmuşdu ki, evə girən kimi divanın üstünə sərildi. Burada da yorulmaq qayıdış növdədir, sərilmək qayıdış növdədir. Məsələn, deyirik ki, paltarlar yuyulduqdan sonra sərildi. Olacaq məhsul növdə. Yəni, qayıdış növdə olan feili biz məhsul növdə işlədə bilirik. Bu səbəbdən digər variantımız olacaq 4. A variantı götürürük. 2-4.
7-ci testə baxırıq. Antonim frazoloji birləşmələri müəyyən edin. Biz bilirik ki, frazoloji birləşmə sabit formada olmalıdır, məcazi şəkildə olmalıdır, sintaktik təhlil zamanı parçalanmır, morfoloji təhlil zamanı bir götürülür. Frazoloji birləşmənin sinonimi, antonimi, amonimi də mütləq frazoloji olmalıdır. Yəni, frazoloji birləşmə məcazi olduğu üçün qarşıdakı variantda mütləq frazoloji olmalıdır. Biz görürük ki, yuxudan kal oyanmaq frazoloji birləşmədir, amma mürgüləmək tək feildir. Tək feillər frazoloji birləşmənin qarşılığı, antonimi ola bilməz. Soyub soğana döndərmə bu məcazi anlamdadır, yəni frazoloji birləşmədir. Amma cibinə pul basmaq həqiqətən də kiminsə cibinə pul qoymaq mümkündür. Bu səbəbdən bu həqiqi mənada olduğu üçün frazoloji sayılmayacaq. Cibinə pul basmaq frazoloji sayılmayacaq. Birə baxırıq, yanağından qan dammaq, antonimi ayaq üstə qırxı çıxmaqdır. Acından günorta durmaq, pula pul deməmək, antonimi. Deməli, variantımız olacaq 1-2. 8-ə baxırıq. 8-ci testdə deyir ki, nümunə ilə bağlı cədvəldəki düzgün fikirləri müəyyən edin. Biraz bundan əvvəl meşəni bürüyən zülmət, uzaqdakı qollu budaqlı nəhəng ağacların yarpaqları arasından boylanan dəyirmi ayın parıldadığını görüb çəkilmişdir. Biz sol sütunda doğru, sağ sütunda yanlış fikirlərə baxacaq. Sol sütuna deyir ki, isimlərdən yalnız biri adıq halda işlənmişdir. Baxırıq, cümlədə hansı isimlərimiz var? Meşə isimdir, zülmət isimdir, ağac isimdir, yarpaq isimdir, ay isimdir. İsimlərdən yalnız biri adıq halda işlənmişdir. Meşənin təsirli haldadır, ağacların yiyəlik haldadır, yarpaqlarının arasından yiyəlik haldadır, ayın parıldadığı ayın yiyəlik haldadır. Amma zülmət adıq haldadır. Deməli, bir doğru fikirdir. Təsriflənən feil xəbər şəklində məşhur növdədir. Bu yanlışdır. Niyə görə? Çünki ay özü-özünə çəkiləcək. Qayıdış növdədir. 2 səhvdir. Yanlış fikrə baxırıq. Sadə düzəltmə və mürəkkəb sifətlərin hər birinə aid yalnız bir nümunə işlənmişdir. Diqqətli oluruq burada. Məsələn, nəhəng sadə sifətdir. Dəyirmi sadə sifətdir. Gördüyümüz kimi biz ən azı 2 dənə sadə sifət gördüyümüz üçün yalnız sifətlərin hər birinə aid yalnız bir nümunə işləmişdir, fikri yanlışdır. Çıxışı xal şəkilsi qəbul etmiş sözlərdən biri əvəzidir deyirsə, işarə əvəzi bundan çıxışı xal götürüb, bu da doğru fikirdir. Deməli, doğrudan doğru 1, yanlışdan yanlış 3 götürdükdə variantımız olacaq Y variantı. 9-cu testə baxırıq. Say işləmiş cümlələri müəyyən edin. Niyəsə sözləri çəp gəldi, az qaldı dalaşsınlar. Azdan sonra feil gəldiyi üçün biz buna zərf deyirik. Videonu paylaşın ki, daha çox insan izləsin. Çoxdan sonra isim gəldiyi üçün biz buna say deyəcəyik. 2-ni götürdük. Azacıq dinci istəyirəm. Azacıqdan sonra isim gəldiyi üçün biz buna say deyirik. Bunun çox çətin iş olduğunu bilir. Biz bilirik ki, çoxdan sonra əgər sifət gəlirsə, çoxa ədat deyəcək. Deməli, bu səhvdir. Düşmənlərə qarşı həmişə bir olmaq lazımdır. Bir olmaq burada mürəkkəb feilin tərkib hissəsi kimi işlənib. Burada da say deyil. Deməli, doğru variantımız olacaq 2-3. 10-cu testə baxırıq. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Zərfin 2 müxtəlif məna növünə aid nümunə işlənib. Zərfin quruluşca 2 müxtəlif növünə aid nümunə işlənmişdir. Deməli, diqqətli oluruq. O yenə ocağa odun qoyub onu daha bərk alovlandırdı. Yenə nə zaman? Zaman zərfidir. Ocağa odun qoyub onu daha bərk nə tərzdə? Tərz hərəkətdir. Deməli, biri götürürük, zaman və tərz var. Xeyli oturub miqdar zərfidir. Dincəlikdən sonra axşam yola davam etdirir. Nə zaman axşam? Zaman zərfidir. 2-ni götürdük. Ovşu piri əvvəl şəhərliyə zaman, sonra zaman. Götürmürük, hər ikisi zamandır. Zərfin quruluşca 2 müxtəlif növünə. Bu dəfə artıq bizdən quruluşca istəyir. Cəfər yürüyüb bərk yatmış, sadə, nadir qəfildən düzəltmədir. 4-ü götürdük. O hərdən düzəltmədir.
Başını qaldırıb Cəlilin üzünə baxır, sonra nədənsə, sonra nə zaman sadədir, 5-i götürdü. Kişi qəfildən düzəltmədi, diqqətlə düzəltmədi, götürmürük, çünki hər ikisi düzəltmədi. Deməli, sol sütundan 1-2, sağ sütundan 4-5. Nəticədə variantımız olacaq C variantı. İndi keçirik mətnlərin izahına. Mətni yaxınlaşdırıram ki, yazmaq istəyənlər ekran görüntüsü götürə bilərlər. Deməli, birinci sualı oxuyuruq. Mətnlər müxtəlif mənbələrdən götürülmüşdür. Birinci mətn 2023 modelidir. Əvvəlində Roma rəqəmi yazılmış hansı cümlə mətndən çıxarılsa, cümlələr arasında əlaqə pozulmaz. Yəni, biz elə bir cümləni çıxarmalıyıq ki, həmin cümlə hər hansı bir fikrə təsir etməsin. Deməli, burada köhnə adət-ənənələrlə yaşayan qıraq kəsəmən cəmiyyəti ona göz qoyurdu. Burada bu cümləni çıxara bilmərik. Ona görə ki, məhz qıraq kəsəmən cəmiyyətinin köhnə adət-ənənələrlə yaşaması bu mətnin əsas məğzidir ki, onlar Məmmədə gəlmə kimi baxırdılar. İkinciden çıxara bilməyəcəyik. Burada məskunlaşdığı vaxtın keçmişdi. Buna baxmayaraq gəlmə adlandırması hələ də Məmmədə ağır gəlirdi. Bunu çıxara bilmirik, mətnə təsir edəcək. Gülpəri onları gözdən qoymamaq üçün çayın kənarı ilə 1-2 addım irəli getdi. Bu da hadisələrin zirvə nöqtəsi demək olar ki, çıxara bilmərik. 4-ə baxırıq ki, hər iki sahildən cavan oğlanlar, qoça kişilər özlərini çaya atdılar. Bunu da çıxara bilmərik. 5-ə baxırıq. 5-ci Rum rəqəminə yazılan 5-ə baxdıq. Burada diqqətli oluruq. Deyək ki, özünü kürə vuran adamlar gah suyun altına cumur, gah da suyun üzünə qalxıb axarı yoxlayırlar. Bu mətnin ümumi məzmununa təsir etmədiyi üçün biz asanlıqla 5-i çıxara bilərik. 12-yə baxırıq. Mətndə üzərində rəqəm yazılmış sözlərin kontekstə görə qarşılığının işləndiyi cümlələri müəyyən edəcək. Üzərində rəqəm yazılmış deməli, sözlərimiz hansılardır? Köç arabaları isə indi Kür sahilinə tökülürdü. Qaşqan Madyan öz qulunu ilə sahilə çatmağa, suyun axarı boz dağların dibini qazıyır. Bir də özünü kürə vuran adamlar gah suyun altına cumur, gah da suyun üstündən qalxıb, onun da boğulub batdığını güman edirdilər. Bu, üzərində rəqəm yazılan sözlərdir. Kontekstə görə qarşılığın işləndiyi cümlələr deyirsə, baxırıq burada, uşaqların səsini bütün qonşular həyətə gəldilər. Burada həyətə gəldilər, həyətə köklüşdülər anlamında ola bilər. Bu səbəbdən də bir doğrudur. Güclü şırnaq torpağı oyub dərin bir deşik yaratmışdı. Burada baxırıq ki, suyun axarı boz dağların dibini qazıyır. Yəni, yaradır, deşik yaradır deyə bilərik. Bu səbəbdən 2 də doğrudur. Bu, ət 5 nəfərin xörəyinə yetişər. Yəni, burada çatmaq anlamında deyil. Çünki Qaşqan Madyan öz qulunu ilə sahilə çatmağa çalışırdı. Çatmaq burada bir ünvana yetmək anlamında olduğuna görə 3 götürməyəcəyik. Sonra, yağış yağdığı üçün kəndin yollarında palçıq dizə çıxmışdı. Burada da baxırıq. Özünü kürə vuran adamlar gah suyun altına cumur, gah da suyun üstündən qalxıb axarı yoxlayırlar. Suyun üzünə çıxıb deyə bilərik. Deməli, 4-ü də götürürük. Qamışlıq o qədər hündürdür ki, adam arasında itir. Təkcə Məmməd gözə dəymirdi, onun da boğulub batdığını güman edirlər. Burada boğulub batmaq qərq olmaqdır, sulara qərq olmaqdır. Amma qamışlıq o qədər hündürdür ki, adam arası itir, bu gözdən itir, yoxa çıxır anlamındadır. Bu səbəbdən 5-də deyil. Variantımız olacaq 1, 2, 4. 13-cü testdə bizə deyir ki, mətnə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Doğruda doğru, yanlışda yanlış, ehtimalda da ki, bizim beynimizdə sual işarəsi qalan variant seçəcəyik. Baxırıq.
Məmməd kənd cəmiyyətinin etibarını qazanmaq üçün Gülpərini xilas edir. Xeyr, hadisələr təsadüfən irəliləyən bir nöqtədə baş verir. Məmmədin əvvəldən bir planı yox idi bunun üçün. Buna görə səhvdə olmalı idi. Kənd sakinləri Kür qırağına sürülərdən daha gec gəldilər. Bu doğrudur. Yanlışa baxırıq. Qıraq kəsəmən sakinləri heç bir halda gəlmə adama etibar etmədə yanlışdır. Ən sonunda Məmmədə etibar edirlər. Gülpərini sudan çıxarından sonra. Gülpərini xilas etməyə çalışanların əksəriyyəti son ana qədər axtarışı davam etdilər. Xeyr, suyun üzərinə çıxdılar və axtarışı dayandırdılar. Ehtimala baxırıq. Məmməd kənd sakinlərinin ilk vaxtlar ona olan münasibətinə önəm vermirdi. Bu yanlış da olmalı idi. Çünki kədərlənirdi, üzülürdü buna görə. Hatəm ağa kəndin ən böyük ilxısına sahib idi. Bu da bizim üçün ehtimaldır. Altında götürürük. Deməli, doğrudan götürəcəyik 2-ni, yanlışdan götürəcəyik 3 və 4-ü, ehtimaldan da götürəcəyik 6-nı və nəticədə variantımız olacaq B variantı. Mətn tərkib hissələrini genişləndirə bilən nümunələrə əsasən uyğunluğu müəyyən edin. Deməli, anı oxuyuruq. Bilmək olmur ki, bugün ya sabah onun izinə düşüb ardınca kim gələcək? Bunu biz əlavə edirik giriş hissəsinə. Onun əvvəldən də musiqiyə, sözə bağlı şair qəlbi öz istəyini bu diyarda tapmışdır. Bunu da əlavə edəcəyik girişə. Qara əcəlin onun yeganə yurtçusuna mərhəmət göstərəcəyini inanmaq çətin idi. Bu olacaq əsas. Arabir bədxahlar tapılsa da onların ağzını yumanlar da çox idi. Deməli, buna baxacaq biz hansı hissədə? Nəticə hissəsində deyir ki, qıraq kəsəməndə Məmmədə münasibət dəyişdi. Kəndin cavanlarında onunla oturub durmaq istəyənlər, ona qardaşı etmək arzusunda olanlar çox idi. Yaşlılar isə ona hörmətlə oğul çağırırdılar. Vaxt keçdikcə camaat onun yeni bir mərdanəliyin şahidi olurdu. Məmmədin gəlmə olduğu daha kimsə xatırlamırdı. Buraya əlavə edə bilərik ki, arabir bədxahlar tapılsa da onların ağzını yumanlar daha çox idi. Deməli, biz D-ni götürəcəyik nəticə hissəsinə. Ceyran çölünün otu bozarsa da hələ yataq yerləri, qışlaqlar xam idi. Bunu isə götürəcək əsasa. Deməli, girişə AB, əsasa C-yi, nəticə isə D götürəcəyik. Nəticədə variantımız olacaq D variantı. 15-ə baxırıq. Hansı fikirlər mətn məzmunu ilə səsləşmir? Ehtiyat olmayan yerdə heç bir hikmət kömək edə bilməz. Bu yanlışdır. Deməli, mətndə Gülpəri əvvəldən hər hansı bir plan qurmamışdı, xilas olması ilə bağlı. Müəyyən bir ehtiyat tədbirlər də qurulmamışdı. Heç bir hikmət kömək edə bilməz fikir mətnə görə yanlışdır. Çünki Məmməd Gülpərini xilas edir. Deməli, bir yanlışdır, səsləşmir. Beynimizin qəbul edə bilməsi üçün əvvəlcə gözümüzün görməyə gərəkdir. Bu, Məmmədin vəziyyəti ilə bağlıdır ki, heç kəs kənddə onu qəbul eləmirdi, amma Gülpəni xilas edəndən sonra qəbul etdi. Əlindən iş gəlməyinin başına iş gələr. Bu, mətnə aid deyil. Yalnız əməllərinlə haqqındakı fikirləri dəyişə bilərsə, Məmmədin vəziyyətinə əlaqədardır. Məqsədinə çatmaq üçün batan tikanı gül kimi qoxlaya bilərsə, bilsən, qazanarsan. Bu da mətnə aidiyyəti yoxdur. 1, 3, 5. Keçirik açıq sualların izahına diqqətli oluruq. Mətndə altından xətt çəkilmiş ifadələrə əsasən cədvəli doldurun. Deməli, mətndəki ifadələr hansılardır? Baxırıq. Mətndə altından xətt çəkilən ifadələr gördüyümüz kimi bağlayır, silah, bir də üzəndir. Deməli, bura qeyd edirik. Bağlayır, silah, bir də üzə. İndi baxırıq. Deyir ki, Məmmədi getdikcə bu yerlərə daha çox bağlayırdı. Gördüyümüz kimi bu poetik mənadadır.
Hər evdə divardan silahla yanaşı. Buradakı silah informativ mənadadır. Bir də ki, Hatəm ağanın botadon taya fınxıra üzən ilxısına. Bəli, atlar da üzə bildiyi üçün bu da həqiqi mənadadır. Yəni bu səbəbdən də funksiya istədiyi üçün nə edirik biz? Deməli, bağları yazacaq poetik funksiya. Silahı yazacaq informativ funksiya. Üzənə yazacaq informativ funksiya. Məsləhətim odur ki, qarşı tərəfə digərlərin əksini yazaq. Terminoloji yazmaq biraz risklidir. Əgər təriflər bilmiriksə, terminoloji yazmırıq. Amma bəzi testlər ola bilər ki, söz poetik mənada olar və qarşı iki tərəfin mənasını istəyir. Bu zaman informativ və terminoloji yazmaq məcburiyyətidir. Amma burada məsləhət görürəm ki, poetikdirsə, yaza bilərik ki, informativə yazacaq poetik, informativə yazacaq poetik və cümlədə işlədəcək. Məsələn, informativə yaza bilərik ki, şagird oyuncağı iplə bağladı. Şagird oyuncağı iplə bağladı. Bu şəkildə cümlə yaza bilərik. Müəllimin silahı şagird haqqında dediyi sözlərdir. Üzənə yazmaq istəsək, mətndə informativdir, biz poetik yazmalıyıq. Yaza bilərik ki, o arzuların içərisində üzür. Bu şəkildə. Silahı da əgər terminoloji işlətmək istəyiriksə, məsələn, deyə bilərik ki, kimyəvi silah falan ildə kəşf olunub. Bu şəkildə yaza bilərik. Gəldi 17-ci sualda. Mətndə əvvəlində işarə qoymuş ifadələri mətnin üslubuna uyğun obraz ifadələrlə əvəz edəcəyik. Baxırıq burada da sözlərimiz hansılardır? İşarə qoyulan sözlərimiz gördüyümüz kimi inanmaqdır, məskunlaşmaqdır, naümiddir. Bu şəkildə. İnanmağa yaza bilərik. İnanmağa obraz ifadələr deyirsə, biz onu bədii üslubun xüsusiyyətinə uyğun yaza bilərik. İnanmağa yaza bilərik, məsələn, bel bağlamaq. Orada məskunlaşıra yaza bilərik, yurt salmaq. Yaxud da məskən salmaq. Sonra digər sözə naümidə yaza bilərik. Ümidini itirərək. Əlini üzüb, çarəsiz halda bunları yazsaq doğru olacaq. 18-ə baxırıq. Təbliğ və tənqid. Təbliğ mətnə görə plus olan fikirlərdir. Tənqid isə mətnə görə minus olan fikirlərdir. Mətndə təbliğ və tənqid edilə bilən xüsusiyyətlər. Deməli, bu testdə bizə bir cədvəl verəcək və imtahan prosesində və təbliğ olunan fikirləri yaza bilərik. Məsələn, təbliğ olunan fikirləri yaza bilərik. Qorxmazlıq, yardımsevərlik, xeyirxahlıq. Sonra bunu əsaslandıra bilərik ki, hər iki sahildən cavan oğlanlar, qoça kişilər özlərinə çay atdılar. Bu şəkildə yaza bilərik. Və yaxud yaza bilərik ki, Məmməd özünü coşqun sulara vuraraq Gülpərini xilas edir. Tənqidə yaza bilərik, etinasızlıq. Sonra biz nə müşahidə elədik əsərin mətnin tam əvvəlində? Mühafizəkarlıq, yadlıq, həmişə Məmmədə gəlmədilər, yadlıq. Sonra ona qarşı inamsızlıq göstərdilər, inamsızlıq. Sonra biganəlik yaza bilərik. Və əsaslandıra bilərik ki, köhnə adət-ənənələrlə yaşayan qıraq kəsəmən cəmiyyəti da ona göz qoyurdu. Ədəb erkən gözləyən, böyük-kiçik yeri bilən bu gəncdən şikayətləri yox idi. Bununla belə kənardan gəlmə adama inanmaq istəmirdilər. Bu şəkildə yazsaq doğru variant olacaq.
19-a baxırıq. Mətnin nöqtələrin yerinə məzmuna uyğun fikirlər yazmaqla cümlələri tamamlayın. Məsləhətim odur ki, nöqtələri oxuyarkən, yəni nöqtələri tamamlayarkən mütləq özünə əvvəlki və sonraki fikirləri diqqət eləmək lazımdır. Deməli, nöqtələr gördüyümüz kimi birinci nöqtə bu hissədir, ikinci nöqtə isə digər hissədir. Heç kəsin gözləmədiyi bir təsadüf Məmməd üçün müşkül görünən bu məsələni həll etdi yaza bilərik. Öz-özünə həll etdi yaza bilərik. Yoluna qoydu yaza bilərik. Digər hissəni yazmaq üçün yazda həmişə selli sulu olan Dəlikül bu günlərdə də, burada da bağlayıcı ona görə verib ki, bu günlərdə də da buna sakitdir yaza bilmərik. Çünki əvvəllər də selli sulu olan Dəlikül bu günlərdə də, yəni iştirak bağlayıcısına verib ki, bu günlərdə də məsələn yaza bilərik ki, coşqun idi, coşub daşırdı, tüğyan edirdi, məcrasına sığmırdı, yatağından çıxırdı. Bu kimi fikirlər yazsaq doğru olacaq. 20-yə baxırıq. Mətndə tün qara hərflərlə verilmiş cümlədəki fikirlə ziddiyyət yaradan cümləni müəyyən edin və həmin cümləyə əsasən cədvəli tamamlayın. Demək, mətndə tün qara hərflərlə verilən cümlə hansıdır? Suyun axarı boz dağların dibini qazıyır, təpələri uçurub göyə fışqırırdı. Budur. Bizdənsə şərtdə istəyir ki, cümlədəki fikirlə ziddiyyət yaradan cümləni müəyyən edin və həmin cümləyə əsasən cədvəli tamamlayacaq. Müvazinətini itirən qız lal suların qoynuna düşdü. Müvazinətini itirən qız lal suların qoynuna düşdü. Deməli, burada lal su ifadəsi yanlış olacaq. Çünki suyun axarı boz dağların dibini qazıyırsa, təpələri uçurub göyə fışqırırsa, deməli bu dəli dolu, coşqun, kükrəyən bir suymuş. Lalın yerinə də yazacaq coşqun, kükrəyən. Bu şəkildə yazırıqsa, deməli mətnimiz doğrudur. Birinci mətn bu qədər. Deməli, ikinci mətnimizə baxırıq. Müəmmalı tikili. Mətni yaxınlaşdıra bilərsiniz. Və yaxud da PDF əldə eləmək üçün bu WhatsApp nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Deməli, indi diqqətli oluruq. Mətnin üzərində rəqəm yazılmış sözləri mənalarına uyğun qruplaşdırın. Deməli, üzərində rəqəm yazılmış sözlərimiz də ehramdır. Üzərində rəqəm yazılan sözlərimiz ehram, labirint, mumiya, sfinks, muzludur. Deməli, buna uyğun qeyd edirik. Hər hansı bir işi haqla yerinə yetirən olacaq muzlu, şir bədənli insan başlı olacaq sfinks, nəhəng məqbərə olacaq ehram, xüsusi dərman olacaq mumiya, dolaşıq, qarışıq, çətin, bu da olacaq labirint. Bu şəkildə müəyyənləşdirəcəyik rəqəmlərə görə və nəticədə cavabımız olacaq 1C, 2A, 3Y, 4D, 5B, yəni C variantı. 22-yə baxırıq. Mətnə əsasən klasteri tamamlayan fikri göstərin, doğru fikri göstərin. Xeops Misirin ən böyük ehramıdır. Firon Xeopsun şərəfinə 20 ilə tikilib. A variantına deyir ki, piramidanın tikintisinə hələ Firon sahkən başlanılıb, yanlışdır. Ehramın içərisində bəzi cihazlar işləmir. Mətnə görə yanlışdır. Digər məqbərələrin qoruyucusu var, yanlışdır. Ehramda təkcə bir Firon dəfn ola bilər. Bu doğru fikirdir. Giriş hissədə yazıb ki, hər bir ehram yalnız bir Fironun dəfn olunması üçün nəzərdə tutulmuşdur. Ehramın içindəki hər bir otağa giriş mümkündür. Bu da yanlışdır. Deməli, doğru variantımız olacaq D variantı. 23-də bizə deyir ki, qarşısında hansı işarə qoymuş nümunədə məcazi mənalı söz işlənmişdir. Deməli, baxırıq. Mumiya meyitinin xeyli müddət çürümədən qalmağına imkan verirdi. İmkan vermək burada məcazi mənalı ifadədir. Yəni, bu səbəbdən də variantımız olacaq B variantı.
24-ə baxırıq. Ehram daş bloklardan tikilmişdir cümləsini mətndə hansı sözlə başlayan abzasını əvvəlinə artırdıqda özündən sonraki cümlə ilə mənaca vəhdət təşkil edəcək. Yəni özün sonraki cümlə ilə uyğunlaşsın demək istəyir. Tikintiyə aid olan bir abzası əlavə edəcəyik. Deyir, hər birinin çəkisi orta hesabla 2,5 ton, ən ağırsa 15 ton olmaqla Xeops ehramının ümumi çəkisi 6,25 milyon tona bərabərdir. Bu ağırlıqda daşları necə yumuş, necə daşımışlar. Deməli, bildik ki, əlavə edəcəyik hər birinin sözü ilə başlayan abzası. 25-ə baxırıq. Mətn əsasən hansı suala cavab tapmaq mümkün deyil? Ən böyük ehramlar hansı şəhərdə yerləşir? Mətnimizdə var. Misir ehramları nə üçün pilləvari tikilirdi? Fironun ruhunun ilahların yanına pilələrlə qalxa bilməsi üçün piramidaları piləli tikmişdilər. Deməli, bunu da mətndə görürük. Xeops ehramının dəhlizləri nə üçün labirint formasında idi? Deməli, bunu da mətndə görürük ki, ona görə labirint formasında idi ki, bir çoxları Fironun qızıl əşyalarını oğurlamaq üçün cənazənin saxlanıldığı otağı tapmağa cəhd etdi. Lakin bu heç də asan deyildi. Otağın yerini dəyə bilməyən hər kəs ehrama daxil olkən labirintə düşür. Həftələrlə, aylarla buradan çıxa bilməyib acından ölürdü. Deməli, ona görə də labirint formasında idi. Misirdə hansı sənət yüksək inkişaf eləmişdi? Gördüyümüz kimi inşaat yüksək inkişaf eləyib. Xefren ehramında turistlərin boğulma səbəbi nədir? Bunun səbəbini bilmirik. Sadəcə olaraq bizə nəticə hissəsinə deyir ki, tədqiqatçılar və turistlər öskürəkdən boğulur. Amma niyə məhz boğulur? Yəni buna səbəbi nədir? Çünki burada sonra yazır ki, ayaq üstə dayana bilmirdilər. Sonradan özünə gələn turistlər bir ağızdan deyirlər ki, mumiyanın saxlandığı otağa keçdikdə nəfəs yolları qıcıqlanırmış, gözləri yaşarmış, qəfil zəifləmişlər. Ehrama giriş ilə həmin gündən bağlanmış, içəridə araşdırmalar aparılmışdır. Deməli, niyə görə, hansı nüansa görə boğulma baş verib, bunu bilmirik. İndi keçirik açıq sualların izahına. Diqqətli oluruq. Mətnin tünd qara hərflərlə verilən cümlələr. Mətnin tünd qara hərflərlə verilən cümlələr. Tünd qara hərflərlə verilən cümlələr gördüyümüz kimi hansılardır? Bu ağırlıqda daşları necə yonmuş, necə daşımışlar? Yük qaldıran kranlar olmadan onları ehramın yuxarı hissələri necə qaldırmışlar? Alimlər bu suallarla bağlı cavablar bir mənalı olmayıb. Bəzilərinin fikrincə belə olub, bəzilərinin fikrincə belə olub. Deməli, biz götürəcək burada bəli sual deyil. Çünki gördüyümüz kimi cümlənin ardınca bu sualın cavabı var. 27-də deyir ki, ən azı 3 fikir yazmaqla mətnin üslubuna aid xüsusiyyətləri yazın. Biz bilirik ki, mətnimiz hansı üslubdadır? Publisistik üslubdadır. Deməli, publisistik üsluba aid olan 3 xüsusiyyət yazmalıyıq. Yaza bilərik ki, kütləvi, anlaşıqlıq, aydınlıq, təsirlik var. Mücərrəd obrazlıqdan istifadə edilməmişdir. Bir də yaza bilərik ki, müxtəlif mövqe və maraqları əks etdirir. Müxtəlif mövqe və maraqları əks etdirir. Yazsaq doğru variantdır. Bundan başqa yaza bilərik həmçinin iki formada müşahidə olunur. Şifahi və yazılı formada. Analitik nitq şərh etmə əsasdır. Bunu da yaza bilərik. 28-də bizə deyir ki, mətnin sonuncu abzasında nöqtələrin yerinə uyğun fikir yazın. Həmişə nöqtələri yazarkən mütləq və mütləq özünə əvvəlki fikirləri oxumaq lazımdır. Özündən əvvəlki fikirdə deyir ki, tədqiqatçılar və turistlər öskürəkdən boğulur, ayaq üstə dayana bilmirdilər. Sonradan özünə gələn turistlər bir ağızdan deyirlər ki, mumiyanın saxlandığı otağa keçdikdə nəfəs yolları qıcıqlanmış, gözləri yaşarmış, qəfil zəifləmişlər. Ehrama giriş ilə həmin gün bağlanmış, tədqiqatçılar, alimlər, araşdırmacılar içəridə araşdırmalar aparmışlar. Yazsaq doğru olacaq. 29-da deyir ki, nəticədə piramidaların ölçülərində rəqəmlərin dəqiqliyi gözlənilmiş, hava şəraiti nəzərə alınmış, daşların ağırlıq qüvvəsi hesablanmışdır. Səbəb olaraq qeyd edə bilərik ki, Misirdə elm və texnika, xüsusilə həndəsə, astronomiya və fizika yüksək inkişaf mərhələsinə çatmışdı, yaxud da yaza bilərik ki, inşaatçılıq sənəti yüksək səviyyədə olmuşdur. Yazsaq doğrudur.
Səbəbə yazıb ki, Xeopsun içərisindəki dəhlizlər labirint formasında idi. Nəticəyə yaza bilərik ki, otağın yerini dəqiq bilməyən hər kəs ehrama daxil olarkən labirintə düşür. Həftələrlə, aylarla buradan çıxa bilməyib acından ölürdülər. 30-da yazıb ki, mətndən sizə aşağıdakı qrafikə uyğun fikirlər yazın. Çərçivə daxilində verilən hissədəki cümlə, həmin cümlədəki fikri təksib edən cümlə. Deməli, çərçivə daxilində verilən cümləyə müşahidə edirik hansıdır? Ehramların tikintisində yalnız qul əməyindən istifadə olunmamışdı. Arxeoloqlar Giza yaxınlığında qədimdə mövcud olmuş kiçik bir qəsəbə aşkar etdilər. Məlum oldu ki, bu muzlu inşaatçılar və sənətkarlar qəsəbəsidir. Görünür, qədim Misirdə doğrudan da inşaatçılıq sənəti yüksək səviyyədə imiş. Deməli, bizdən nə istəyirdi? Həmin cümlədəki fikri təksib edən cümlə. Həmin fikri təksib edən cümlə yaza bilərik ki, çərçivə daxilində olan fikirdə deyir ki, ehramların tikintisindən yalnız qul əməyindən istifadə olunmamışdır. Amma digər hissədə deyir ki, Xeops ehrama tikintisində çalışan 100.000 qul əməyinin məhsuludur. Bu qədər yoldaşlar. Dinləyib bəyəndinizsə, zəhmət olmasa bəyənməyi və linki paylaşmağı unutmayaq. Çox sağ olun, təşəkkür edirəm.